Hər vaxtınız xeyir olsun, əzizlərim. Biz oyanmışıq. Bugün vlog günümüz. Evə fikir verməyin, indi yığışdıracağım. Dedim vlog açım. Başlayım çəkməyə. Mənzərədən ötürü ölürəm də, çox qəşəngdir. Çox xoşum gəlir. Təzə evə də aparacağım onu. Deməli, bugün xalam bizə qonaq gələcək. Böyük xalam, Nəzirə xalam. Ona görə tez evi bir əllə yığışdırıram. Ondan sonra vaxtım azdır. Tez keçəcəm mətbəxə, yemək bişirməyə. Planımda var. Əslində toyuq da var, balıq da, ət də var. Amma toyuğu menyudan çıxartdım. İndi planımda var ki, kartofla balıq qızardım. Və xalam tikə əti çox sevir. Dana ətindən olan tikə bozbaş bişiririk onu. Çox sevir. İstəyirəm onu hazırlayayım. Tikə bozbaş, bir də balıq, kartof qızartması. Pomidor tutması açacağım. Onu da salat kimi hazırlayacağım. Bilirsiniz də necə eləyəndə göstərərəm. Sveç pomidor, xiyar, nə bilim, konfet falan belə şeylər hazırlayım. Yavaş-yavaş keçim qonaq hazırlıqlarına. Deməli, belə yemək hazırlayıram. Qonağım üçün belə pişib artıq. Qoy söndürüm. Tikə ət pişirmişəm. Tikə bozbaş. İndi göyərti də səpəcəm. Göyərti də doğrayacağım. Tikə ətdir ancaq. Belə. Tikə ət, su, kartof. Bir də balıqdan kartof qızardıram. Onu çöldə edirəm. Çünki burada balığın evə yayılır. Burada belə süfrəmi hazırlayıram. Artıq işlərimi yekunlaşdırırdım ki, xalam gəlib. Belə simişka vardı evdə, onu qoymuşam. Axşam yoldaşım pryanik, konfet falan almışdı. Onları qoydum. Daha sonra belə oturduq, çay içdik. İndi keçmişəm yeməyə. Deməli, bu mənim hazırladığım çoban salatı kimi tutmadır yayda. Baxın, dəfnə yarpağı da içərisində. Bunu bir qaba əlavə eləmişəm, doğramışam. Əslində olsa bunu laylay doğrayıb mən tutmasını tuturam. Yəni biraz da xırdaladım, kişniş, bir də soğan əlavə etdim. Baş soğan, içərisində tutma soğan da var, baş soğan da əlavə etdim. Burada kasalara yığıram. Salat olaraq bir bu olacaq. Bir də sveç pomidor, xiyar. Bu vaxtlar belə salat yeməli olur, dadlı olur. İndi keçirəm süfrəmə. Burada da axırı sveç pomidor, xiyarımı da qoymuşam. Maskuralara yığmışam. Balaca kasalar, yəni biz maskura deyilik. Tutmaları gətirib qoymaq yadımdan çıxıb, indi gətirəcəm. Bu balıqla kartofum, tikə ətim, çörək falan belə qoymuşam. Bu da Aylişin boş qabıdır. Yemək bitdi. Belə qalanları balığı balaca tavaya tökdüm, qara tava. Qalan yeməkləri boşaltdım. Hər kəsə salam. Hər vaxtınız xeyir olsun, gözəl xalalarımız. Hamınızı salamlayırıq Aylişlə yollardan. Asiya da var. Aha. Asiya ilə birlikdə biz gedirik. Qonaq gedirik. Balaca xatirəgilə. Yəni anamın xalası. Aha. Belə yavaş-yavaş gedək. Bugün bazar günüdür, istirahət günüdür. Və xalar mənə 5 gün tətildir. Hə, iftari sinif olduğuna görə Aylingildə 5 gün tətildir. Ona görə mən 5 gün məktəbə gedirəm. Belə. Çoxdan da videomuz yox idi. Bu həftə demək olar ki, bir dəfə video yükləmişəm. İndi dedim video çəkək. Və xalalar bilirsiniz ki, Asiyanın çoxlu paltarı olur. Və yenə də çantasında belə yenə həm fırkaları var, həm də paltarları var. Gətirmişəm. İndi əgər hava isti olsa, biz gedəndə başqa şalvar kofutasını göründürəcəm. Yaxşı. Bir də papaq gətirmişəm. Mama izləyicilərimi salamla. Salamlayıram hamınızı. Sabahlarınız həmişə xeyirə çıxsın inşallah. Can sağlığı arzulayıram. Hamınıza uzun ömür arzulayıram. Xoş günlər arzulayıram. Sağ ol.
Mamam da sizi salamladı. Dənizlə Fidan da qabaqda gedir. İndi çəkəcəm onları da. Belə gedək yavaş-yavaş oturaq biraz yeyək, içək, gülək, danışaq. Xalam gəlmişdi bizə. Böyük xalam, Nəzirə xalam. Dünən yox, İstəyin. O gəlmişdi. Bugün elə o da gedir bizlə. Bugün də bu xalamgilə getməyə qərar verdik. Gəlingilə. Bilirsiniz də xalamla gəlini bir evdə, bir həyətdə, iki evdə də, yəni ayrı-ayrıdır, düzdür həyətlər, hər şey. Amma yəni necə deyim, yaxındılar da, yan-bayan evlərdir. Belə. Bunlar da burada belə dəcəliyi gedirlər. Salam. Burada da nə qədər itlər var. İt və tozsoğran səsi. İt tozsoğrandan qorxub qaçır. Bu da yatıbdır, nə şirin yatıb. Bazar gündür, bax istirahət edir. Bu da burada. Bizə baxır. Heç nə olmaz. O heç nə eləməz. Biz onu vurmasaq, daş atmasaq, o bizə heç nə eləməz. Evet. Dilsiz, ağızsız heyvandır. Heç bir heyvan incitmək olmaz, heç bir. Onların da bu təbiətdə, bu həyatda yaşamaq haqları var. Hala, siz əgər pişiklər itləri vursanız, sizə yəni günah olur. Ay sağ ol, olmaz. Günah Gör nə qazanırsınız. gözəldir. Gör bu nə gözəldir, bu nə göyçəkdir. Hala, onu çölləri yəni toz olubdur. Hə onu yusa təmiz olur, ağappaq olar. İtlər. Düzdür. Biraz piyada yolumuz var marşruta yanından keçir. Amma hələ iydən ətri yoxdur. Hələ hiss eləmirəm. Var, çox azdır. Çox az. Ölürəm də yaşıllıq, o təbiət. Bu da burada belə. Eləmə, yerə qoyma, gəl. Arkası var idi ama giyindirmədim çünki stolar burada. Aha. Burada da nəsə ağacı var yolda. Qoy bunu sizə çəkim. Bu desən heyvan. Səhv eləmirəmsə. Heyva ağacı. Yox, heyva ağacıdır, baxın. Nə qəşəng çiçəkli. Dəniz mənə gül yığıb gətirib. Laliyə baxın, balaca. Bugün özü var, düzdür, acıda ot tərkiblidir. Amma çox sevirəm, mənə çox xoş gəlir bu ağ. Lalə də keç də. Lalənin öz gözəlliyi də göz yerində. Bilmirəm, maşınlar çoxdur, səsimi eşidirsiniz ya, yox. Ana yoldayıq. Marşrut gözləyirik. Ay, kızlarım bana yine gül topladılar. Lalə bunu bilmirəm nədir, amma güldü. Sarı gül. Ay, çok sağ olun, çok sağ olun. Marşrutumuz da geldi yine. Mən tutaram. Aha. Açır. Ay ya. Ay. Ha. Təzə çatmısan xala səndə? Yol bu gün boş idi Nəcəfsə. Bazar günü də. Hə. Gündüz görsən gətirmişəm. Cumartesi də görmüşdüm, gedib işlərim. Hə, minmişdi. Allah. Hə.
abone olmayı, tintine basmayı, like atmayı unutmayın. Yaxşı. Uşaqlar oynayırdı, televizor səsi, bizim danışıqlarımız. Səs çox idi, yeni səs aldım. Üstünə səs yazıram. Burada gözəl gəlinimiz Gülnazım belə hazırlayıb bizim üçün çay süfrəsi, mürəbbə, şirniyyat falan hər şey. İndi çay içirik, çayımızı içək. Daha sonra yemək süfrəsinə keçirik. İnşallah çay içək. Sonra yoldan gəlmişik. Sonra gün ortadır, yemək vaxtıdır. Burada da keçdik yemək süfrəsinə. Gülnaz hazırlayıb toyuq, kartof qızartması, sozunu hazırlayıb. Tutma hər şey var idi. Sağ olsun. Artıq evə getmək vaxtıdır. Belə Aylin ayaqqabısını geyinir. Həyətdə motor səs var idi, ona görə aldım. Yüksək səs YouTube-a ziyan verir. Belə bu da Aylişin bəbişkası qucağında. Bu günlük də videolarımız bu qədər. Hələlik sağ olun.